Hər vaxtınız xeyir əziz izləyicilərimiz. Xoş gördük hər birinizi. Allah'ın adıyla sizi salamlayırıq. Hoş geldiniz. Sen de görmüşüm. Hoş gəlmişsiniz. Azərbaycanımızın 5-6 rayonundan qonaqlarımız gəlir. Səfa gətiriblər, dəyərli insanlar. Bu Serfnaz. Hoş gördük. Gün ne kadar əziz olur. Ləmbaran kəndimizin dəyərli ağsaqqallarından olan xeyrəsi Es Kərəm əminin qardaşı rəhmətli Marif əminin el arasında Şoşan əmi kimi tanınıb. Şoşan əminin əsgər yoldaşları gəlir. Respublikanın 5-6 rayonundan, düz Xızıdan belə. Kəndimizdə xoş gəlib, səfa gətirmişsiniz. Allah versin sizlere. Çok hoş oldu, çok hoş oldu. Yaşladınız giden biz. Marif'in qəbrini ziyaret edelim. Sonra gelirim. Sonra sizin kulluğunuzda olalım. 1 saat, 2 saat. Sonra işlerim. Bak, Allah can sağlık versin. bu böyük ağac şahiddir. Gör ağacın dibində. Deməli, atalar onun üçün deyilmiş ki, bir neçə dostluqlar ömür boyu yaddan çıxmır. Hərbi xidmətdə olan əskəri dostlarıdır, ustaxlıq dostlarıdır, din dostlarıdır, idman dostlarıdır, musiqiçi dostlarıdır. Bax, bu 5 dost, 5 bax yaddan çıxmır. Bugün də əskərlik dostları gəlib, rəhmətli Şoşan əminin, Marif əminin. Rəhmətli İsmail dayı gəlmiş. Çıxını gətirmiş. Gör etibarlarına, sədaqətlərinə bax. Hər kəsə belə dost arzu edirəm. Hər kəsə belə dost arzu edirəm. Buradan aparan. Hamısında dolu. Görürsünüz gözlərinin yaşlarına. 2 kuça yanı. Gedəyin. Qəbirstanlığa gedirik. Aşağı baş qəbirstanlığa. Ləmbaran kəndində adətdir, artıq adətdir ki, Ləmbaran kəndinə gələn qonaqlarımız ilk öncə Azərbaycan şöhrətli xeyriyyətimiz Abdullayev Mədət əmi, rəhmətli Səməd müəllim oğlu, dövlətimizə, millətimizə, şəhidlərimizə, vətənimiz üçün, Ləmbaran kəndimiz üçün, bütün Azərbaycanımız üçün inşa etdirdiyi şəhidlər abidə kompleksini, ümumi Respublikamızın ərazi bütövlüyünə canlarını fəda etmiş şəhidlərimizin məzarlarını ziyarət edib, sonra evlərə qonaq gedirlər. Yəni, Ləmbaran kəndinə gələn hər bir kəs bu adətə hörmət edir. Artıq bunu adət halına salmışıq. Ümumi şəhidlərimizi ziyarət edirik, sonra gedirik aşağı baş qəbirstanlığına rəhmətli Marif əminin, Şoşan əminin məzarını ziyarət edilmək. Gəlin. Amin ya Rabbil alemin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme sallana ve lil valideyne ve lil mu'minine vel mu'minat ve lil muslimine vel muslimat al ahya'i minhum vel amwat ve ila arwahil merhumin el mağfurin el ma'lumin bi haqqi Resulün suretil mübareketil Fatiha. Allah rahmet eylesin. Amin Allah. Vətənimizin azadlığı uğrunda canlarını fəda edən şəhidlərimiz. Əziz qonaqlarımız, buranı bu şəhidlər abidə kompleksini inşa etdirən Azərbaycan şöhrətli xeyriyyətimiz Mədət əmi Abdullayev adından və onun timsalında 1000-dən çox xeyriyyətimiz adından və 15.000 ahalisi olan Ləmbaran cəmaatı adından, kənd rəhbərliyi, müəllimlərimiz adından, televiziya kanalımız adından, hər iki xeyriyyə cəmiyyəti adından deyirik ki, Ləmbaran kəndimizə xoş gəlmişsiniz. Sizin bu etibarınız, sədaqətiniz üçün sizə Ləmbaran cəmaatı adından təşəkkür edirik. Allah Marif əmiyə də, Şoşan əmiyə də rəhmət eləsin. Ləmbaran cəmaatının mən İsmail kişinin
timsalında, marifin timsalında tanmışıq. Biz bu cəmaatla çox gəlgətdə olmuşuq, doğma olmuşuq, əziz olmuşuq. Bu cəmaatdan biz həmişə hörmət görmüşük. Elə olur ki, o qaçqınçılıq dövründə də bu kənd bizim cəmaata çox pəsvan durub. Burada qohumları olan adamlar var. Bizim özümüzün bunların ailəsi ilə çox yaxın münasibətimiz olub. Biz elə olur ki, 3 ailənin gətirmişik, beşini yığmışıq bunların evinə. Bir dəfə mən gəlmişdim Seyid Zakirlə, Kərəm yadında olar. O qardaşımın yoldaşı dedi ki, oradan bilmirəm, yastıqmı, gəbəmi gətir. İsmail əmi, Allah ona qəni-qəni rəhmət eləsin. Dedi, Niyaz müəllim, burada 3 ailənin yükü var. 3 ailənin nümayəndəsi də burada olmasa, buradan bir çöp vermərəm. Amma o kişinin etibarına baxa. Amma halbuki cəmaatın, kət cəmaatı da onsuz da hamı beşini ola bura daşıyırdı. Çoxunun beşləri yarımsız gəldi, paralandı, getdi. O kişi o qədər etibarlı adam olur ki, məsələn, bu dəqiqədə Tərtərdə onun adı həmişə çəkilir. Etibar deyəndə Ləmbərən cəmaatına biz boşlu kimi qaldıq. Allah bir daha şəhidlərimizə rəhmət eləsin, ağsaqqallarımıza rəhmət eləsin. İndi görün nə boyda işdirsə, 47 ildən sonra bu cəmaat yenə marifi anır. Yenə marifin adını məsələn əbədiləşdirmişik sinəmizdə, gəldik gedirik, yenə də gəldik. Hələ nə qədər də ömrümüz var gələcək. Vətənimizin hansı bölgəsindənsiz? Bir Tərtərdənik. Tərtərdə biz Qaxtanam, Qaxrayondan. Çox mariflə yoldaşım olublar bilir. Marifin ölümünü mən onu da bilmirdim. Böyük oğlumun, birinci oğlum dünyaya gəldim, adını Marif qoymuşam. Bu dəqiqə müəllimlik kimi qayıtdadır. Biz burada gələndə, marifin dəfninə gələndə, bax, burada qərara gəldik ki, kimin birinci oğlu olsa adım Marif qoyacaq. Bu kişinin Qaxtan olan Eyvaz qardaşımızın oğlu oldu, adını Marif qoydu. Onun kiçik toy məclisinə İsmail kişi ilə mənim bir 011'im var idi onda. Düz getdi, ora çıxdıq. Əskərdən gələndə oğlum dedi, ata mən birinci dedi, o Ləmbərana getməyib, Qaxa getməyəcəm. Birinci gəl, Bakıda qarşıladım, Ləmbərana getdik. Anası xəstə idi. Zəkərəsi durdu, oturdu, dedi, oğlum gəlibdi. Amma 3-4 gün sonra rəhmətə getdi. Amma durdu, arada oturdu. Şəhidlərimizin kompleksidə ziyarət edən qalan söhbətimizi inşallah Marif əminin yanında davam etdirəcəyik. Marif əmin. Burada kompleksi Respublikamızın bütün hər yerindən olan şəhidlərimizin adına inşa olunmuş türbədir. Adı da kompleksi. Bismillahirrahmanirrahim. Allah rəhmət eləsin. Bugün yoldaşların qoşaqlığı naminə indi bizim devlətimiz quruldu. Bax, bunların sayəsində quruldu. Hörmətli prezidentimizin sayəsində quruldu. Çox gözəl işlər oldu. İndi də biz nə qədər yaşayırıqsa bunları, bu şəhidlərimizi xatırlayacağıq. Bəli, şəhidlərimizi həmişə xatırlayacağıq. Deməli, məlumat verim. 1 hektar buranın ərazisi var. Orada həyatda gördüyümüz ağaçlar hər şəhidin adına əkilir. Hər bir canlı ağac şəhidimizin adını daşıyır. Çox qəşəng. Gözəl. Mədət müəllim, buranın İnşallah. Yol qırağı belə xırda meyvə var. O kimdir xüsusi? Ləmbərən şəhidləri adına futbol stadionu olacaq burada. Ləmbərən şəhidləri adına futbol stadionu olacaq. Çox əla, çox əla. Cidən. Çox yaxşı işləmişsiniz, çox sağ olun. Aşağı baş qardaşlarına Marif əminin məzarını ziyarət eləməyə. Həmişə minnətdarlıq baş əyirik. Bunların da qarşısında təşkil edənlərində. Allah sizi uca eləsin. Hələ baxıyorum burada. Xeyriyyəçi Mədət Əmi Abdullayevin inşa etdiyi Ləmbərən kənd şəhidlər abidə kompleksindən çıxırıq. Gedirik aşağı baş qəbirstanlığa, ümumi qəbirstanlıq əhlinin məzarı ziyarət etməyə və əskər yoldaşları, dostları rəhmətli Marif əminin, el arasında Şoşan əmi kimi tanınan Şoşan əminin məzarını ziyarət etməyə. Diqqətinizə çatdıram ki, rəhmətli Şoşan əmi Ləmbərən kəndimizin xeyriyyətçisi Vüqar Süleymanov və Anar Süleymanovun da əmisidir. Gidək, buyurun. Əziz izləyicilərimiz, aşağı baş qəbirstanlığına çatdıq. Aşağı baş qəbirstanlığına deyil. Allah cəməl öndən hamısına rəhmət eləsin. Gedirik indi Marif əminin, Şoşan əminin məzarını ziyarət eləməyə.
Allah cəmələnlərin hamısına rəhmət eləsin. Hamısının məkanı cənnət olsun. İnşallah. Ya sana buraya seni. Sıra kellezi amazlarını. Allahu samet. Lem yelik ve lem yulad. Ya Rabbil alemin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Esselamu aleyküm ya ahlek diyar. Minel mu'minine vel muslimin. La ilahe illallah. Rahmanallahu mustakbirine minne mustakirin. Ve inşaallahu bikum lahikun. Nes'allahu lana ve kum afiyet. Allahümme gfir lana ve li valideyne ve li mu'minine yevme yakumul hesab. بحق نبي وآله طاهرين سورة المباركة جميعا فاتحة. أعوذ بالله من الشيطان الرجيم. Allah rəhmət eləsin. Ruhun şad olsun. Ay Marif əmi. Dostların gəlib ya. Bərzaq aləmində eşit və agah ol. Əsgər yoldaşların, dostların, sirdaşların gəlir. Gör, eyvaz. Bunu dünən sildi bu şəkilde. Tam soğukmuşdu. Öyle bir indi koyuyor bak. Ne kadar sildi temizlediyse. Əkilirlə gətiriblər əsgər yoldaşlarından xatirə. Bu da sizden bir hediye oldu değil mi Arif? Ha, yoksa öyle diye yaşamak istediğim. Ne adı talihim varmış. Ben sonradan verdim kardeş. Ha, ruhun şad olsun ha kardeş. Kardeşlerin gelip yanına. Gör hardan yol kat eləyiblər. Özün gəl. 47 ildən sonra had qabuldan mən. Görürsən qardaş. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Yasin. Sallallahu aleyhi ve sellem. Ya sıratini müstakim. Tenzil al-azizil rahim. لتنذر قوما جعلنا في أعناقهم أغلالا فإلى الأذقان فهم مغمحون وجعلنا من بين أيديهم سلسلا إذا أرسلنا عليهم طعاما فكذبوهما فعززنا بثالث وقالوا إليكم مرسلين قالوا ما نؤمن إلا بشر مثلنا ومن زال الرحمن min şahin antum illa taksibun. Euzubillahimineşşeytanirracim. Dəstər yoldaş oxuyur Quran-ı Kərim. Çingizəm oxudu, sağ olsun. Dəstər yoldaş oxuyur. Allah qəbul eləsin. قالوا ربنا يعلم إنا إليكم لمرسلون وما علينا إلا البلاغ المبين هم المسرفون وجاء من أقصى المدينة رجل يسعى قال يقم اتبعوا المرسلين اتبعوا من لا يسألكم أجرا وهم مهتدون وما لي لا أعبد الذي فطرني وإليه ترجعون محمد وآل محمد. Marif əminin ruhuna Quran-ı Kərimdən surələr oxundu. Əsgər yoldaşı tərəfindən və Çingiz əmi tərəfindən
Ben istərdim şimdi əskər yoldaşları müarifləmənin xatirələrindən danışardı, ictimaiyyətə məlumat verərdik. Əmi, zəhmət olmasa özünüzü təqdim edərsiniz. Vətənimizin hansı bölgəsindənsiniz? Adqabır rayonundan gəlmişəm. Adınız? Əskər yoldaşımdır Qarayev Famil Rizvanoğlu. Əskər illərimiz bir yerdə keçib. Gözəl günlərimiz olub. Sonradan talihi ilə eşitmişəm, maraqlanmışam. Yəni 47 ildən sonra eşitmişəm ki, belə bir şey var. Danışa bilmirəm, danışanda özümü pis eləyirəm. Mənim qocalığımda biraz acı talihim oldu. Marif rəhmətliyin cavanlığında qurban olum Allaha. Allah'ın işində o talihi qisməti verən odur. İlahidir, bəli. Qardaş məkanın cənnət olsun. Allah sənə qəni-qəni rəhmət eləsin. Nə deyim, nə danışım. Nə qədər canımda can var. Siz onun hamısını hiss edirik. Nə qədər canımda can var. İnşallah. İnşallah gəlib yad eləyər. Allah can sağlığı versin. Allah onun məkanın cənnət eləsin. Minnətdarıq əmi, Ləmbərən cəmaatı adından. Biz həqiqətən də 1977-79-cu illərdə Qazaxıstanın Pirozersk şəhərində, Balxaş gölünün kənarında bağlı bir şəhər idi, bağlı qarnizon idi. Orada slujbada olmuşuq. Yəni xidmət eləmişik 2 il. Xidmət ərzində mən gedəndə bu yoldaşlar məndən 6 ay qabaq düşmüşdülər ora. Mən gedəndə bu Marif rəhmətlik çatdı, birinci səfər. Çatdı mənə ki, sən mənim böyrümdən gəlmişsən, sən mənim krovnu zemlyakımsan, sən mənim əsir yerimsən, tərtər bərdaxı qonşudur. Nəsə qaldıq. Qaldıq elə bunların sayəsində yaxşı da olduq, yaxşı hərəkət elədik, yaxşı xidmət elədik, nümunəvi xidmət eləmişik. Azərbaycan adını yaşatdınız. Biz orada həqiqətən, mən bunların sayəsində bir 6 aydan sonra məni qoydular Zavedi Üçük klub. Yəni ofserlərlə bir oturub dururduq. Bir avtoklubumuz var idi. Şəhərlə bizim o Parsat kanalası 40 kilometrdir. Gündə gedib poşt gətirirdik, pasırkaları paylayırdıq. Nəsə bizim işimiz belə idi. Bu yoldaşlarda axşam bizim bir klubumuz vardı. Hamı yığışırdı ora. Klubda rəhbərim mən idim. Hamımız orada idik. Asla vaxt keçməz. Hər gecə, yox, bütün gecəni saat 12-yə 1-ə qədər Azərbaycanlı axtaran ora yığışırdı. Yəni ora belə xidmətdə olmuşuq. İndi də Marifin adı bizim ürəyimizdə əbədi yaşayacaq da. Biz qaxda toyda olduq, bu Eyvazın nəsə yığışmışdıq ora. Famil bu söhbəti eşidəndə elə bir şoka düşdüm. Dedim, mütləq gedəcəyik ora. Gedəcəyik, yəni Familin təhlibi ilə biz yığışmışıq. Bax, bu kişi Xızıdan, bax, bu molla ağsaqqal adamdır. Əziyyət vermişik, oradan maşın sürüb da indi gəldik, yığışdıq. Bu kişinin ruhu şad. Bilirsən, çox yaxşı xatirələr olub. Ən çox xatirələri Eyvaz yaxşı yaddaşında saxlaya bilir. Eyvaz o qaxlı oğlan. Çox gəlib gedir, çox burada olmuşuq. Mən daha çox olmuşam. Eyvaz məndən də çox olub. Amma da rəhmətli İsmail kişi ilə bizim Əsəd qardaşımız Eyvaz qardaşım. Eyvazdır, bir də Famil təhlif verəm. İkinci bir təşkilat. Siz tamamladınız şimdi. Bəli, biz Allah rəhmət eləsin o Arif qardaşımız. O bizdən kullika vardı, siqaret çəkilən yerdə. Həmişə orada yığışardı. Mən biraz necə də insanların yurtuna istəyirdim, daxil olmaq istəyirdim. Necə ola bilmədim. Mən çox belə avaz cəhətdən biraz yaxşı idim. Mənə ilə bu qardaş işdi, gündüz axşama mahnı oxuyardı. Sonra bizim bir dənə külük vardı əlimizdə. Külüklə gitarı çalırdım. Biz oynuyorduk. Hamımız oynuyorduk. Oynamaq Ben oxuyurdum, bunlar da oynayırdı. Səhradır. Bu qardaş da səhra yer təkizdir, heç kimi yoxdur. Bir anda əl tərəfdir. Çox pis yerdə askəri eləmişik. Çox Siz kimi tamamladınız? Biz deməkdə məqsəd budur ki, yəni biz bu kişi ilə 50 ildən çoxdur. Bunların nəsli ilə, kökü ilə əlaqəmiz var. Bu əlaqə mən belə başa düşürəm ki, öz yanımdan əsər yoldaşlarımın adından danışıram. Bu əlaqə biz nə qədər varıq, davam eləyəcək. Allah rəhmət eləsin. Yeri, qəbri nurla dolsun. Allah o dünyasını versin. Bizim əlimizdən nə gəlir, nə Təşəkkür eləyəcək? edirəm əmi, Ləmbərən cəmaatı adından. Sağ ol. Ağsaqqal, vətənimizin hansı bölgəsindən oldunuz? Mən Aliyev intiqam.
Bəli. Əşrəfoğlu, Tızıl rayonunun Giləzik qəsəbəsinin sakiniyəm. Özüm çox gözəl nöqtələrə toxundunuz. İstəyərdim ki, oradan davam edək. Kim yoxdur. Nəsə ifadə edin. Hə, ifadə biz bəli. Bəli, biz işə gedəndə ki rotadan çıxırdı. Bəli. Biz də bir külük yer götürüb. Mən gitara çalırdım, ağzımda çalırdım. Hə. Biz işte belə də çalıram, belə də çalıram. Nəsə şeylə çalırdım da, avazla çalırdım. Həm də oxuyurduq. Mahnılarımız vardı. İki dənə, üç dənə mahnımız vardı. Deməli bir dəfə gedəndə başqa mahnı oxuyurdu. Gələndə sonra abidə başqa mahnı, gedəndə yerə bir başqa mahnı. Bir də axşam gələndə bir başqa mahnı oldu. Mən də skladda işləmişəm. Rəhmətli qardaşımız da ki, skladda işlədik. İkimiz də bir skladda işləmişik. Material skladdadır. Biz də o kapitan bizə Rus təbii davet etmişdik. Hamımız orada işləyirdik. Allah hamısına can sağlığı versin. Allah qardaşlarına can sağlığı versin. Qardaş uşaqlarına can sağlığı versin. Allah bu qardaşımıza qəni-qəni rəhmət eləsin. Amin. İnşallah ki, nə qədər varıq, nə qədər durmuşuqsa, gəlib müəyyən qədər baş çəkib gedəcək inşallah. Allah razı olsun. Bacağımız bu qədərdir. Yəni ki, demirik ki, sabah gələcək, bir gün gələcək. Deyərik, yalan çıxarıq. Zaman. Zaman, bəli. Allah Asıl sizdən canı sağ olsun. Zəhmət olmasa Zakir. qardaşım. Zakir. Zəhmət olmasa özünüzü təqdim edin. Tovuz rayonuna gəlmişəm. Tovuz rayonundan. Yəni maariflə 2 il bir yerdə hərbi Tovuz xidmətdə rayonundan olmuşam. siz yoxsunuz? Yox, kəndinin, Dondarquşçu kəndinin. Maariflə mənim bir yerdə şəkilmi də var, istəyirdim onu da göstərəm sizə. Elə o ekranda qoyub ictimaiyyətə təqdim edəcək. Görün, nə bilim. Bunu Bunlar uşaqlar. gözümüzə. Yoldaşlarım hər şeyi danışdılar, hər şeyi dedilər. Allah rəhmət eləsin. Yəni imkan olduqca gəlib baş çəkirik hökmünü. Allah Allah rəhmət razı eləsin olsun, maariflə. minnətdarıq Həm də biz eyni gündə anadan olmuş maariflə. Eyni gündə. Eyni gündə 26-11-ci eyni Allah gün. sizə ömür versin. Sağ olun ki, gəlib belə yüksək səviyyədə ziyarət edirsiniz. Gəlin asaqlar sizə. var eləsin. Əliniz qolunuz var olsun ki, işıqlandırırsınız. Sağ olasın. İctimaiyyətə tanıtdırırsınız. Minnətdarım. Çox gözəl fikirdir, çox sağ olun. Minnətdarıq sizə. Allah sizə can sağlığı versin, çox sağ olun. Sizə minnətdarım. Asaqlar özünüzü təqdim edin vətəndə hansı bir yer. Qaxranın Tüdül kəndindənəm. Mən bayaq Niyaz dedi ki, Maarif məni görəndə dedi ki, nə yaxşı yerlim gəlibdi. Mənim ən yaxın zemliyakım Maarif idi. Niyaz idi. Çünki qaxtanam. Dala qalan uşaqlar hamı oradan o yana idi. Oradan bu yana bizim əsgər yoldaşımız yox idi. Ən yaxınım Maarif. O Maarif Qarabağlı sayılır da Bərdə. O qədər içi dişləri, sağlam dişləri var idi. Mənə pasıqada qoz gəlirdi. Sındırıb mən qozu, çəkişinə vurub sındırıb. Tık oradan böyle tulluydu. Adamla zarafat edin, tullan kulağını dişli yoldan vermiyor. Bir içi Hərənin özünə məxsus gözəl bir dişlərdən istifadə edilmir. gözəl bir zarafatlar var. Çok sağlam. Gel kucaklayın. Gümrah, qorxmaz. Heç nədən qorxmaz. Sədaqətli. Sədaqətli, yoldaşdan ötürü ölümə gedən. Ermənilərlə bizim davada ermənilərin qənimi idi. o. 3 dəfə ermənilər. Kazarmada dama düşdü ermənilərlə. Axırda gedib Axırda türmə deyilmə. Qubbağa çıxdı. Bu vaxtı mən düşdüm, ermənilər dava elədi, biz onlarla. təmiz dava qutarandan sonra Necə ki indi Qarabağda ermənilərin belini qırdınız. Dövlətimizdən. Təmiz dava qurtardı. Elə orada da ermənilərin belini Biz 13 qırdınız. səfər, biz 13 səfər. Bizdən bütün o şəxs olan ahali bizdən qorxurdu. İnan Allaha. 13 nəfər. Ayrı rotada Azərbaycanlılar var idi, amma əsas biz idik. Birliğimiz var idi orada. Bir dənə bir söz deyildi. Ağır söz deyildi. Biz onun üstüne hamımız düşürdük. Mən bilirdim ki, İşte mən bir xətibə dənə heç kim olsun, deyə 10 nəfər bilməz. olsun. Bir nəfər deysə hamısının Hamı. canından keçərlər. Ha. Biz elə yoldaşlıq olmuş. Allah sizə var eləsin. Mən istərdim ki, bizim dəyərli Assaqqal, Ləmbəran kəndimizin Assaqqala Şurasının sədri, gözəl insan, 20 yaşından elinin, obasının, vətəninin, kəndinin xidmətində olan Xeyrəsi Eskərəm əmi, ailə üzvləri adından, eyni zamanda Xeyrəsi oğlu Buqar Süleymanov, ana Süleymanov adından və Ləmbəran cəmaatı adından ümumi çıxış eləsin, gələn qonaqlarımıza fikrini bölüşsün. Gəlin buraya zəhmət olmasa. Harda durmuşuq? Sizin ürəyinizin nanə yarpağı kimi əsən rəhmətli Şoşan əminin məzarı yanında, Maarif əminin.
Verirəm öyrəndən bir kitab söz keçir. Çox Nə qədər danışsan da qurtarmaz. Çox Məndə işçi qanlı. İndi var. o bir məsəl var. Deyir nə mənəcək nə olanda nə olur. Amma yox, həqiqət danışırsınız siz də, mən də həqiqət danışacağam. O qədər səmimidir, o qədər mehribanlıdır, o qədər qayğı keşidir. Səhər şirin çay yeyib çıxmışıq işə. Qabaqlaşmırdıq yolda. O kultivatör sürürdü, sonra brigadır oldu. Mən də esnən də iş görürüm. Saxlayırdı, gəlirdi elə qucaqlayıb öpüşürdü mənlə. Güya ki 10 ildə birbirimizi görmürük. Qıraqdan baxan deyirdi, siz havadan görüb dedim, valla səhər. Mehriban. Elə mehriban qardaşıdır bu. Mən böyük olduğuma baxma, əgər bu sağ olsaydı, elə bizim ağsaqqalım bu olacaqdı. İndi əgər qalsaydı, qısmat olmadı, neyniyək, nə var? 47 ildən sonra Bugünkü bu tədbir İran hörmətinə bax. çox layıqlı tədbirdir, bəyənilən təqdirdir. Unudulmaz tədbirdir. Unudulmaz bir tədbir oldu, biz tarix yazını siz. Bax, bunun bu qəbrinin təzələnməyi də elə bir sizin sayənizdə oldu. Amma bu Eyvaz bu məlumatı bizə verəndən sonra siz bura gələsiniz. Mahirin əlaqə düşdük ki, tez bunu düzəldək, qoy elə onlar gələndə onların da. Məzarı vardı, sadiq yeniliklərdə məzarı vardı, ictimaiyyətdə bilirsiniz məzarı vardı. Qardaşının böyrü başı dağılır. Gördüm elə bir deyil daş yerinə tər qoyublar elə durur. Ha, və bir günləri 5 rayondan hər hansı bir tərəfdən bu gözəl qiymətli vaxtınızı maarif üçün sərf eləyib 47 illik həsrətə son qoydunuz. Gəlmişsiniz maarifi ziyarət eləməyə. Hamınızın qarşınızda baş əyirəm. O ruslar demişkən, niski paklon. Qarşınızda baş əyirəm, sizə çox sağ olun deyirəm. Üzə tutdu qardaşlar. Özümün adımdan, oğlanlarımın adından, ailə üzvlərimin adından, bacı qardaşlarımın adından, onların ailə üzvlərinin adından sizə çox sağ olun deyirəm. Sizə təşəkkür eləyirəm, öpürəm, bağrıma basıram. Allah sizləri var eləsin. Təşəkkür eləyirəm. Çox sağ olun. Yəni ailədə neçə bacı qardaş olmuşsunuz? Allah Taala bu birliyi 6 qardaş 4 bacıydıq. Maarif əmi neçəndə idi? Bu ikinci. Sizdən sonra? Ha, məndən sonra mən 56 idim, bu 58. Allah rəhmət eləsin əmi, minnətdarız. İndi söz Mahir əmiyə, bizim din qardaşımız. Eyni zamanda Maarif əminin də Balaca qardaş. bir kiçik qardaşıdır. Allah sizə can sağlığı versin əmi. Siz özünüz də həmişə elimizin olmamızın yanındasınız, oğlunuz Ələkbərdə həmçinin. Sağ olun, var olun. Allah köməyiniz olsun. Allah canınızı sağ eləsin. Sizi uzaq eləsin. Siz elə bir iş gördünüz ki, sizin bu Tarix bizim qardaşımızın dostları, onunla arkadaş olmuşsunuz əskərlikdə bir yerdə. Elə bir iş tutmuşsunuz ki, bu Elə bir şey tonlarla, qızılla ölçüləsi bir şey olmadı bu. Bu heç bir yerə sığmayan bir iş şərəfinə gördünüz. sığmaz. Ha, heç bir yerə sığası bir iş olmadı. Bu o hər şeydən üstün bir şey. Mükafatdır. Mükafat bizim üçün hər birimiz elə bilin özü gəldi Maarif bizim üçün. gəldi. Özü gəldi bizim üçün bu günləri. Təzədən yaşatdınız onu bizə. Onun nə bilim, bundan artıq bizə nə ola bilər da? Başınıza dönüb sizin. Qurban olub sizin. Allah sizi var eləsin, uzaq eləsin. Əksik olmayın. Allah sizə ömür versin, can sağlığı. Balalarınızın üstündən əksik eləməsin. Balalarınızı xoşbaxt eləsin, sizin də canlarınızı sağ olsun. Sağ ol, var ol sənin də müəllim. Sən ki belə tədbirləri çəkirsən, yayımlayırsan, Allah səni də ucal etsin. O balanı sənə çox görməsin. O balanın xeyrin görəsən, uca olsun. Sənə əksik olmayasın. Sağ ol. Teşekkür ederim Allah. Yanımıza rəhmət eləsin. Buyurun bibi. Allah hamınızın canı sağ eləsin. Siz ki elə gəlib marifin belə yad eləyirsiniz, elə bir bizə bir dünyanı verdiniz. Hamınız mənim qardaşlarımsınız. Hamınız. Allah ölənlərinizə rəhmət eləsin. Allah balalarınızı saxlasın. Allah canınıza sağlıq versin. Bu möhtəşəm bir şey oldu. Elə bir günən ki, nə bilim, elə marif elə büyünləri gəlibdir. Hə, aramızda da elə bilirəm. Hə, sağ olun, başınıza dönüm. Allah köməyiniz olsun. Qurban olaram sizə, hamınıza. Allah şərəfli eləsin hamınızı. Var olun, var olun. Mən onun adım, 43 ildə mən onun adım birinci səfər çəkdim, bax burada. Yəni dedim ki, yəni hərəniz bir zatsınız mənim üçün. 43 ildə hələ mən onun adını çəkməmişdim. Hamınız mənim Bu dörsə. Sağ ol bibi. Allah size səbir versin. Buyurun. Bizim bir değerli əmmisin gidelim. Buyurun. Allah rəhmət eləsin. Maarif Süleymanova bizim tələbə yoldaşımız olub. Biz bir oxumuşuq, bəli. Yoldaşlarımızın adından biz ona rəhmət deyirik. Allah rəhmət eləsin.
Biz qocaldıq, o cavan qaldı. Allah gələn qardaşları da şərəfli eləsin. El-oba içində həmişə hörmətli, şərəfli olasınız. Allah canınızı sağ eləsin. Sağ olun. Sağ olun. Allah Deyirəm əmi, atalar onun üçün deyilmiş ki, bir neçə dostluq var ki, onlar heç başından çıxmır. Biri hərbi xidmətdə olan, əskərdə olan dostlar, biri həbsxana həyatında olan dostlar, idman dostları, din dostları və musiqiçi dostlar. Bunlar heç başından çıxmır. Bəs biz bugün hərbi xidmətdə olan, əskərlikdə olan sadiq insanların etibarını, sədaqətini, səxavətini, dəyanətini, mərdliyini və cömərtliyini gördük ki, həqiqətən də onlar 47 ildən sonra qəlblərində yaşatdıqları, dualarında yaşatdıqları Onu farklı bir söz deyirlər. Arif əmini ziyarətə Başqa gəldilər. insanlığını düzdürürəm. Molla Məhəmməd kişi var yanındadır. Çörək gətirir o. 86 idi neçə idi? Unutmuşam oraların. Yeri düzüb qəbirstanlığa salmaq istəyir. 26 gündə elə bir meşə düzdürürəm ki da burada. Bu kişi gün ortadan bunun ailəsi çörək gətirib ora. Bir ağacın kölgəsində oturub çörək yeyirdik. Cibindən bir platnoku çıxartdı. Dedi Kərəm, alam bunu yazıb verirəm sənə. Bu şeiri əzbərlə günə. 3 dənə şeir mavi verdi, üçünü də əzbərlədim. İndi gör, həmən o şeir gör, 40 ilin bundan qabaq olan şeir, gör indi sizi nətər bağlayacaq bu fikir ver, qulaq asın. Sizə aid deyil elə bil o. Elə bil o kişi onu sizə armağan eləyib o vaxt mənə. Deyir ki, bunu belə elə armağan elə o gələnlərə. Deyir ki, yaxşı dostlar dosta satmazlar yalan, görüşər bir zaman ölməyib qalan. Nəsli nacabəti bilin pak olan, dost yanında əslə xəcalət olmaz. Hər kim ilinə kəssən halal tut görək, əlbəttə istəyər hər zaman ürək. Dar günündə olsa vəfalı sənə, o dosta söz birdi xəyanət olmaz. Namusu tapşırıb versən də ona, geyinməz nanəcif, geyinən də ona. Ömrü səninlə vuracaq sona, yolunda can qoyar, xəyanət olmaz. Bax, o sizsiniz. Sağ ol, sağ ol. Allah canınızı sağ eləsin, Allah sizlərə var eləsin, Allah sizlərə ömür versin. Gəlin gedəyim. Gəlin, indi həyatına getdiyimiz mənim babamın nənəmi də ziyarət edib gedəyim, qağam düz edib gedəyim. Alemin Allahümme salli ala Muhammed. Kərəm əminin babasıdır, Aslan baba. Vel-mu'minine vel-mu'minat. Bu da nənəsidir, Kərəm əminin nənəsidir. Al-ahya minhum vel-amvat. O da bacısıdır. Mərhumin, Allah rəhmət eləsin. el-məqburin, ma'lumin, bi-haqqi nəsilin. Surət. Allah rəhmət eləsin, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Kərəm əminin atası, anası, valideynləri, qohumları, 5 şəhər rayonundan gələn qonaqlar, rəhmətlik əsgər yoldaşları Maarif əminin valideynlərini də ziyarət elədilər. Yazı ilə yoldur. 92-93-cü illərində Tahir Ağdərədə soruşmadı idi. Zahir. Orada soruşmadı idi. Kişi gəlir. İndi bizdən də o tərəfə geçmək qorxuludur axı. Ağdərənin bir hissəsini bizimkilər alıb. Amma o rotanı, o Cukugili qabaqda yerləşdirib. Dedim gedəcəyik, gəl. Sarı 06-sı var idi. Dedi, yox, qoymaram sən yedirsən. Dedim, ki, sən qorxmursan, mən səndən qorxaq olacam deyirsən. Oturduq maşına, and olsun Allaha Ağdam tərəfdən. O qıras güllələri atırlar tərəf. Biz də onun altı ilə gedirik. Getdik, dirəndi ki, düşmədim. Getdik, görüşdük. Müharibə dövründə 10 dəqiqə, 15 dəqiqə görüşdük, nə bilim, biraz söhbət gördük, gözümüzdən qayıtdıq gəldi. Yəni, bu rəhmətli çox bizim üçün həm əziz olub, həm doğma olub, həm yanımızda olub. İstər balası üçün, istər bizim üçün. Çox normal, çox normal. Allah rəhmət eləsin, qəbrin nurla doldusun. Həmi, danışını tarixini sən diliydi təxmini. 93-cü il, 92 ya da 93-cü ildə o Birinci Qarabağ döyüşündə. Bəli, birinci Qarabağ döyüşündə. Gəl. Allah rəhmət eləsin, Allah qəbirlərini nurla doldusun. Allahümme salli vel-mu'minat vel-muslimin vel-muslimat al-ahya minhum vel-amvat. Allah rəhmət eləsin cəm ölənlərin hamısına. Məkanı cənnət olsun. Allah yerdə qalanlarına səbir versin. Allah elimizi, obamızı, vətənimizi qorusun.
Əziz izləyicilərimiz, qəbristanlıqda ziyarət elədik. İndi qonaqların hamısını Kərim əmi evə dəvət edir. O ev ki, o evdə rəhmətli Maarif əmi doğulub, orada böyüyüb, o həyətdə böyüyüb. Qonaqlarımız da uzaq məsafədən gəliblər, 4-5 rayondan. Qonağa da xidmət etmək bizim bir Ləmbaranlı kimi, bir Həzrət Muhammed əleyhissalam ümməti və bir Azərbaycanlı kimi borcumuzdur. Allah rəhmət eləsin. Bütün ölənlərin hamısının ruhu şad olsun. Kərim əmi gildik, gəlmişik, həyətdik. Qonaqlarımız da gəlib. Kərim əmi dünyanın bir məşhur eləyən, adı dillər əzbər olan budur. İnşallah təmir edilir Kərim əmi, inşallah yaxınlarda yekunlaşacaq. Buradan görüşürəm. Qonaqlarımızın gəlişi nədir? الرحمن الرحيم مالك يوم أحد الله الصمد لم يلد ولم يولد ولم يكن Allah rəhmət eləsin. Allah canınızı sağlıq versin. Sizden de Allah razı olsun. Bugün. Böyle dursun öyle. Benim burada ben. Çok güzel bir gündü, əlamətdar bir gündü. Allah rəhmət eləsin Maarif qardaşımıza. Onun bu günlərim əskər yoldaşları buradadılar. Çox əziyyət çəkiblər, gəliblər. Allah Kərəmdən də razı olsun. Kərəm də çox neçə gündür mənə deyirdi ki, bəs Maarifin yoldaşları gələcək. Neçə gündür mən biləm onunla həvəslə sizi gözləyir. Allah hər birinizdən razı olsun. Bu fani dünyada belə işlər görmək çox gözəldir, yadda qalandır. Onsuz da hamımız faniyik, birimiz gez, birimiz tez. Amma belə bir sədaqət göstərmək, dostluğa qarşı belə bir sədaqət göstərmək özü də böyük bir işdir. Yəni ki, imandan gəlir bu da. İmandan gəlir. Allah hamınızdan razı olsun. Allah kömək olsun. Kərəm də belə bir diqqət edir. Qardaşları Mahir, ovladları Rusiyada hamısı neçə gündür mən bilirəm ki, gözləyirlər bu günü. Allah hamınızdan razı olsun. Çox böyük bir ümid verdiniz bura gəlməklə bu uşaqların qəlbini bir daha nurlandırdınız, qardaşlarını yada saldınız. Allah rəhmət eləsin Maarifə də, o cavan canına. Allah ədalətin də yolunu açsın inşallah. Sağ-salammət gəlsin, çıxsın. Allah evini abad eləsin. Həmişə evində belə xoş günlər olsun ay Kərəm. Allah razı olsun. Təşəkkür ederim. Çay vereyim. Allah başında saklanmaz. Bir boz olsun ya. Sulanmış. Kadrda en az görünken adam Tahir'de oğlum. Çünkü başı çekilişe karışır. Hem de şöyle yiyir. Tuzdan tanıdım. Ne diyor o neler diyor. Sağlığı da bir yerde hasta. Maşallah olsun. Selamun aleyküm Budar. Salam. Lavar Revhəmoğlu. Her vaxtın xeyir olsun. Bizim kendimizin değerli xeyriyyətçisi. Sağ ol. Allah razı olsun Baxşiş müəllim. Allah sizə dəyməsin. Maarif əminin əskər yoldaşları gəlib Respublikamızın 5 şəhər rayonundan.
Allah canlarını sağ eləsin müəllim. Elə bayaq sizin paylaşımınızı görüb öz təşəkkürümü onlara bildirmək istirdim. Allah ayaqlarını var eləsin, canlarını sağ eləsin. Həmişə bax belə hörmətli olsunlar. Allah həmişə böyüklükdə var eləsin. Gözəl əmilər, ağsaqqallar. Allah sizə dəyməsin. Xoş gəlmisiniz, safa gətirmisiniz, ayaqlarınız var olsun. Hamınızın qarşısında baş əyirəm. Öz təşəkkürümü sizə bildirirəm. Çox sağ olun. Sağ ol. Allah sizə dəyməsin. Sağ olun, çox sağ olun. Gəldik kəndimizin girişində qarşıladıq. Xeyriyyəçi Mədət əminin inşaat etdiyi şəhidlər abdə kompleksində ümumi şəhidlərimizin əziz xatirəsini ziyarət elədilər. Şəhidlərimiz Sağ olsunlar müəllim. oxudular. Oradan da getdik. Maarif əmini və Qəbirson əhlini ziyarət elədik. Buradan da gəldi. Allah süfrəni də açıq eləsin. Həmə olur. Sağ ol. Sağ ol ay müəllim. Çox sağ ol. Allah atana rəhmət eləsin. Eləncə nə sizin paylaşımımı görüb və öz minnətdarlığımı orada bildirdim. Elə damla da burada zəng eləmişsiniz. Çox sağ olun. Allah razı olsun. Həmişə hörmətli olsunlar. Amin. Eyvaz zaten siz xoş gəlmisiniz. Niyaz əmi xoş gəlmisiniz. Allah sizə dəyməsin. Allah ömür versin. Xoş sədanızı eşidirik. Allah ölənlərinizə rəhmət eləsin. Allah sizlərə dəyməsin. İnşallah qismət olsun. İnşallah bir iki həftə oradayam. Bütün Ləmbəran cəmaatı adından deyirik ki, qonaqlarımız xoş gəlib kəndimizə. Allah əmmələ rəhmət eləsin. Sağ ol, sağ ol. Allah atana rəhmət eləsin müəllim. Allah köməyinizdə dursun. Kəndimizə çox Xoş gəliblər. Allah razı olsun. Allah köməyinizdə dursun günən. Yiyin için oturun da bir qismət çörək kəsin. Bundan artıq nə ola bilər? Allah başlarınızı eləsin. Allah köməklərində dursun müəllim. Çox sağ olsunlar. Siz olmaqla kəndimizə xidmət göstərən bütün xeyriyyətçilərimizi hamısını salamlayırıq. Qonaqlar adından. Eyni zamanda Sağ ol ay müəllim. Çox sağ ol. Allah razı olsun. Boş verin. Çox sağ olun. Təşəkkür edirəm. Sağ ol müəllim. Çox sağ ol. minnətdarıq başımıza. Sağ ol başım. Sağ ol. Bəli. Azərbaycanımızın 5 rayonundan gələn qonaqlarımız Kərim evinin evində qismət kəsdikdən sonra gəliblər rəhmətli İsmail babanın Kərim əminin atası İsmail əminin babanın rəhmətliyin bağına. Deyir o vaxtı əskərdən gələndə deyə gəlmişdik bura. Əskər yoldaşları deyir. Həmən xatirələri təkrar bir də yaşamaq üçün həmən günləri, həmən hissləri, həmən xatirələri bir də yaşamaq üçün həmən günləri yeniləməyə gəliblər. Kərim əminin çardağıdır. Bax burada yayda oturub yiyib içirik. Bir də bu qardaşlarla oturmuşduq burada dostları ilə. Bax palatları görürsünüzmü? Əziz cəmaatımız, o səfərləri verdi baran olanlarda göstərirəm bunu. Görün 70 yaşı var Kərim əmin, nə gözəl səfər saxlayır. Bir dənə də olsa qarı qoymur bir səfərin üstündə. Baxın, bax qırağına baxın səfəri. Görün nə gözəl saxlayır, maşallah olsun. Şey yaylaq idi o çardaq. Bunda çardaq deyir. Çoktan gitmiş. Bu oranın çok 3 hektar var mı burada? 3 hektar var. Çok görmüşəm. Bir de bu Azərbaycanın bankı kiminler de orada bir çok görmüşüm. Buranı vermişim onlara, oranı vermişim onlara. Göstermişim araları. Şunu Sen kabaklığı işi görmüşsün. Sabah ne bileyim yattım durmadı. Atmışım telefonda. Sözlerine de göstermişim. Kerem, bu dakika at evinde oturuyor. At evini üstüme atalım talamak için imkan bile bulamıyor. 4-5 aylık gecem gündüzüm yok. Çatın mı? Evin kutası yok idi, almışam. 4 tane bağı var. Kuşalar almışam.
Bir qalxmış. Maşallah. Bu qədər sənət edirəm. Ölən qardaşımın arvadını. Əmi. And ola Allaha həyatda yedin işdə sana halal olsun. Əgər Ləmbəranda bu bağı tapsan, mən kətdən çıxıb gedirəm. Əmi. Bu bağı verəcəm sana. Əmi. Sizi Allah'ın verim əziz izləyicilərimiz. Bağın qırağındakı görürsünüz. Bir dənə də kol kös yox deyil. Gör, qıraq alan ətə təmiz yeri. Elə bağın gözəlliğini görəndə adam cavanlaşır. Oturmağa köklərə bax, oturmağa. Oturmağa köklərə baxın əmi. Bəh. Ahmet. Gəl buraya, gəl buraya. Ya ne güzeldi. Ay məmə. Ay məmə. Əmi. Adama layla çallı. Palatların gözəlliyi. Gəl məmənin yanına. Gəl burası. Beləcə əziz izləyicilərimiz. Gözəl bir vaxt. Allah Marif əmmi, Şoşan əmmi də rəhmət eləsin. İsmail baba rəhmət eləsin. Allah'ın ruhu bu da qaşar. Yayda, buranın yeri yaydı. Hele o şeydi əli. Burada yatırsan, yine bir cennet yaptı. Qalanın firmasında. Yaxşılıklar yok. Doktorum gelen sonra gelen. Ləmbarana gələsən, Ləmbara samavar çayı içməyəsən. Mümkünatı yoxdur. Ləmbarana gələn adamlar Ləmbara samavar çayı içməyər. Birəm belə adi molla var idi Cəbrdə. Kərəm əminin 80 illik samavarı. Məclisə girdim deyir. Bəh. Maşallah olsun. Məclisdə savadlı bir üstü adam varsa, Qonaqlarımızdan. savadlı dinlə onu ilə münsiyyətdə olur. Gördün yox, hamısı kimi danışır? Yox, sanatsız yox. Maşallah olsun. Ləmbara samavar çayı. Ucuyla danışır. Dəftər elə. Dinlə yaxın var. Hə, əziz izləyicilərimiz, qonaqlarımızı bax beləcə hörmətlə qarşılayır, hörmətlə, izzətlə yola sallıq. 5 rayondan gələn qonaqlarımız. Tərtər, Xızı, Tovuz, Hacı Qabus və Qax rayonundan. 5 rayondan gələn qonaqlarımıza güllü çiçəkli yola sallıq. Sizə təşəkkür edirik ki, Ləmbaran cəmaatı adından 47 ildən sonra Ləmbaran kəndinə gəlib əsgər yoldaşınız Marif əminin, Şoşan əminin məzarını ziyarət ediniz. Bizlərə şərəf verdiniz, ürəyimiz açıldı. Allah dəyməsin. Mal güzel yollasaydı oraya. Allah səni qorusun, Allah'a emanet olun. Sizden de çok razı kaldık. Çok büyük hürmetle bizi karşıladınız. Çok yaxşı yola saldınız. Çok böyle temkinli, çok ləyaqətli, her şeyden hoşumuz geldi. Her işten hoşumuz geldi. Təşəkkür edirik. Ləmbaran cəmaatı adından, Xeyriyyə cəmiyyətimiz adından, televiziya adından uğur arzu edirik sizlərə. Gəldiniz bizə. Başa hamımızdan çıxdı. Ayakta muhabbet. Hava hürəyinizi istəyirkən. Allah xeyir işler kısmet eləsin. Allah'a emanet olun. Allah sizleri Gülə əmi, gülə. Allah sənə can sağlığı. Kəndinizə xeyir işlərə gələn həmişə. Amin. Güllü çiçəkli yollar. Yaxşı yol olsun. Gel. Hər kəs öz mənzilini İnşallah. İnşallah. Allah'a emanet olun. Allah sənə can sağlığı versin. Təşəkkür edirik. İşıqlandırdın bizi gəlməyimizi. Çox sağ ol. Allah razı olsun. Allah sizləri var olsun. Gülə. Əziz izləyicilərimiz, beləcə bugünkü günümüzdə belə gözəl mənada yola verdik. Gələn qonaqlarımızı hörmət və izzətlə qarşıladıq. O qonaqlar ki, vətənimizin 5 guşəsindən Ləmbaran kəndinə gəldilər. Xeyrəsi Kərəm əminin həyətinə, xeyrəsi Vüqar Süleymanov, Anar Süleymanovun həyətinə və rəhmətlik Marif əminin, Şoşan əminin həyətinə düz 47 ildən sonra təkrar gəldilər. Allah var eləsin. Allah sizləri qorusun. Əziz dostlar, əziz izləyicilər, kanalımıza abunə olun, şərh yazın, like edin və paylaşın ki, bax belə gözəl tədbirlərimizi, aksiyalarımızı, gözəl əlamətlər, günlərimizi bütün dünya görüb sizlərə əhsən etsinlər. Uca olan Allaha əmanət olun. Növbəti çəkilişlərdə görüşənə qədər. Kərəmi olan Allaha əmanət olun.
minnətdaram sizə. Var olun əziz xeyriyyətçilərimiz. BMT TV Baxşiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abunə olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.